Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. En birinci Allah Teala'nın bize verdiği bütün nimetlerine göre Allah'a çok şükürler olsun. Ve sonra artık Ramazana sayılı günler kalıp, Ramazan ayı yakınlaşır, günler kalıp artık. Həmişə fikirləşirdik, bir yıl qalıb, 5 ay qalıb, 3 ay qalıb, indi artıq günlər qalıbdır. Və həmişə də biz danışanda deyirik ki, sələflər 6 ay qabaqdan Ramazana hazırlaşarlar. Nəyə görə? Çünki onlar Ramazan ayını düzgün dəyərləndirə bilirlər. Və ona görə də onlar Ramazan ayına güclü şəkildə hazırlaşırlar. Amma bugün görürsən ki, Ramazan ayına hazırlaşmaq nədir? Bəziləri gözləyir ay məsələsi. Ki, Ramazan ayında görəsən, kim nətər deyəcək, kim ha vaxt başlayacaq, yəni bu gözəl, bu mübarək ayı gözləyir ki, ixtilaflar nətər olacaq, kim nə deyəcək, kim nə vaxt başlayacaq, yəni buna. Və yaxud da bəzisi fikirləşir ki, mən neyniyim, Ramazanda səhər etmək lazımdır, axşam iftar etmək lazımdır, yemək zat, yaxşı kalorili yeməklər, nələr. Hazırlaşır elə bir ki, Ramazan ayında bütün işləri Ramazan ayına yığır. Və yaxud da istirahəti Ramazana salır. Ki, ya, biraz da boşluq olacaq, bayramlar olacaq. Yəni, amma sələflərimiz onu fikirləşmirdilər. Sələflərimiz Ramazan ayında qazanc ayıdır. Yəni, özünü təmizləmək ayıdır, qəlbini təmizləmək ayıdır. Və ona görə bunlara fikir vermək lazımdır. Və onlar, məsələn, yaşları çatanda artıq, məsələn, 40 yaşı keçdi, 50 yaşı keçdi, onlar artıq dünyadan uzaqlaşırdılar. Yəni, ticarətdən, işdən, yəni bacardıqları qədəri uzaqlaşırdılar, artıq gücü verirdilər nədir, ibadətə. Bilirdilər ki, ömrün axırıdır. Amma yəni, bizdə tam əksinədir. Qocalır, artıq gedir, fikirləşmir ki, mən də bir gün gedəcəm, mən yaradanın qarşısına çıxacağam. Yəni, onu fikirləşmir. Və nədir, daha çox dünya üçün çalışır, daha çox, yəni, axsaqqallıq eləməkdən, böyülük eləməkdən, daha yaxşı nümunə olmaqda, daha da pis nümunə olur. Yəni, hər bir məsələdə çalışmaq lazım. Və onlar, yəni keçmişdəkilər, onlar deyəndə, onlar kimlərdir? Biz həmişə demişik, İslamın qızıl dövrü, bidətsiz dövrü, xurafatsız dövrü. Və onlar əsas da kimlərdir? Sahabələrdir, Əhl-i Beytdir. Yəni, o kəslərdir, möminlər və Allah Teala'nın, Rəsulunun yanında olan silahdaşları, yoldaşları və onu birbaşa görən, birbaşa vəhiy nazil olanda ondan eşidən və ona əməl eləməyə çalışanlar və Allah Subhanahu Taala onları seçmişdir. Necə ki, İbn Məsud radiyallahu anh deyir, Allah Teala yer üzərinə baxdı və orada deyir, Muhammed sallallahu aleyhi və səlləmi, bu risaləni, bu dini daşıma gücünə onu gördü, layiq. Və ona verdi peyğəmbərliyi, elçiliyi, rəsulluğu. Və Allah Teala onu seçdi insanlar içərisində. Və sonra yer üzərinə baxdı və onun sahabələrini seçdi. Və ən qəlblərində doğru, düzgün olanlar, xeyirli insanlar onlar idi əlbəttə. Onları seçdi. Yəni, bunları da fikirləşmək lazımdır. Allah Subhanahu Taala onları seçdi və onlar da həqiqətən də bu dini doğru düzgün çatdırdılar. Və onların həyatlarına baxsan, hətta İmam Şafii rəhmətullahi aleyhin gözəl bir sözü var, deyir, o qədər fiqhlə məşğul olurduq ki, deyir, iman zəifliyirdi və onların həyatını oxuyurduq, sahabələrin həyatını, imanımız qalxsın deyə. Onların ailələrinin həyatına baxırsan, görürsən necədirlər. Təsəvvür edin ki, sahabələrdən olar ki, hamısı cavan dünyasında yaşayır. Hamısı da döyüşməkdə, dəvət meydanı. Rasulullah sallallahu aleyhi ve sellem tələbələri idi və onlar hazırlaşırdılar. Və əlmühim insan Ramazan ayına, müsəlman Ramazan ayına gözəl bir şəkildə hazırlaşmalıdır. Və ən birinci bu ayın fəzilətini bilməlidir. Yəni, bu ayda günahlar bağışlanır, bu ayda insan təmizlənir, bu ayda cəhənnəmin qapıları bağlanır.
cənnətin qapıları açılır. Yəni onlar kimi üçündür? O kəslər ki, çalışırlar orucla, ibadətlərlə ki, Allah Subhanahu taala nə etsin? Onları bağışlasın və o şeytanlar da ona vəsvəsə verə bilmir. Yəni Allah Subhanahu taala onlara kömək edir ki, ibadət əhlinə daha da savabların olsun, çoxalsın. Və həmçinin bu ayda insan gərək oruclarına fikir versin, çalışsın ki, yəni əvvəlcədən çalışmalıdır ki, məsələn, fikirləşməlidir ki, yəni o orucu zayi etməsin. Günah danışmaqla, günaha baxmaqla, günah eşitməklə, günah işlər görməklə və bilirsiniz ki, yəni orucun məqsədi var. Allah Teala Quranda da buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu kutibə aleykumus-siyam kəmə kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Ey iman gətirənlər, sizdən öncəkilərə Ramazan, yəni oruc vacib olduğu kimi sizə də vacib oldu. Ki, Allahdan qorxasın. Bəlkə Allahdan qorxasın. Yəni, insan Allaha yaxınlaşmalıdır ibadətdə. Və bəzən görürsən ki, bəzən bu, məsələn, ayı əvvəldə qeyd etdiyimiz kimi, görürsən ki, şənliklər keçirdirlər Ramazanın gəlməsi münasibəti ilə. Hətta burada görürsən ki, haramlara da yol verirlər. Naxşid, ilahələr deyirlər. Və yaxud da musiqi alətləri, qadın kişi qarışır bir yerə. Halbuki, yəni təqvalı olmaq üçün, yəni nəfsi qoruyub saxlamaq üçün, öz savablarını çoxaltmaq üçün olan bir aydır bu. Və bu ayı doğru düzgün qeyd etmək lazımdır. Hazırlaşmaq lazımdır. Yəni bu hazırlaşma deyəndə dediyim kimi yeməkdir, məclislərdir, yəni sevinirlər. Və onlar bir-birinin Ramazanın gəlməyi ilə Rasulullah sallallahu aleyhi ve sellem də deyərdi, bu sizin şəhər, yəni Ramazan ayınızdır, xeyir ayı, bərəkət ayı, bağışlanma ayı. Və Rasulullah sallallahu aleyhi ve sellem özü də çox çalışardı. Təsəvvür edin ki, o Ramazandan qabaq o qədər çalışırdı, gör indi Ramazanda nə qədər çalışırdı. Və həmçinin fikirləşməlisən ki, Ramazan ayı gəlir, mənim günahlarım var, məsələn, əməllərimdə nöqsanlar var və onları mən necə eləyim ki, məsələn, onlar bağışlansın, onlar təmizlənsin. Necə ki, Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, 3 qism insan var ki, onlar üçün amin, amin dedi. Bilirsiniz, hədis-i şərifi, Rasulullah sallallahu aleyhi ve sellem dedi ki, bir adama ki, Ramazan ayı girir, çıxır, başlayır və sona yetir. Amma o Ramazanın bağışlanmırsa, üzü üstə sürünərək cəhənnəmə atılsın. Cəbrəil aleyhissalamdır. Rasulullah sallallahu aleyhi ve sellem dedi ki, amin, de amin, o da amin dedi. Yəni, bu duanı eləyən Cəbrəil aleyhissalam idi, amin deyən Rasulullah sallallahu aleyhi ve sellem idi. Görün, nə qədər bu ay ağır aydır. Yəni, çətindir, əlbəttə, çətinliklər var, gerək özünü qoruyub saxlayasan, onu qazanasan. Ramazanda qazanmaq üçün gerək o sənə əmr olunan formada orucu tutasan, ibadətlər eləyəsən və bilirsiniz ki, bütün Adəm övladı xəta eləyəndir, günah eləyəndir, məsum deyil heç kəs. Hər kəs xəta eləyə bilər və ona görə də nə eləmək lazımdır və Allah Teala da xeyir qapısı açır sənin üçün. Yəni bundan istifadə eləmək lazımdır, bunu dərk eləmək lazımdır. Allah Teala mələkləri yaradıb, onlar heç vaxt Allaha asi olmurlar və Allah Teala'nın əmirlərini yerinə yetirirlər. Allah Teala'nın əmirlərini yerinə yetirirlər, amma insanlar yox. İnsanlar Allah Teala seçim verir və onları günah tövbə eləmək qapısı açıb onlar üçün. Ona görə də istifadə etmək lazımdır ki, bu ayda qazanasan. Və həmçinin bu ayda məsələn orucdur, təravih namazlardır, Qədir gecələridir. Bunlarda da Quran aydır. Bilirsiniz ki, bu ayda Quran nazil olub. Bunların hamısının sən elə bil ki, bir proqram hazırlamalısan Ramazan ayında. Qabaqcadan hazırlamaq lazımdır. Ramazan gelir, birinci 10 gündə fikirləşirsən, ikinci 10 gündə bir də fikirləşirsən, üçüncü 10 gündə hazırlaşmaq sənə Ramazan qutarır. Yox,
Sən qabaqcadan hazırlaşmalısan, necə ki 6 ay qabaqcadan hazırlaşırlar. Məsələn, bu bir gün ərzində vaxtını bölürsən, Quran oxumağa, zikr eləməyə, dua eləməyə, sədəqə verməyə, məsələn, yaxşı işlər görməyə və s. və s. Yəni, bu ayda yəni, bütün hər bir şey nədir? Yəni, qazancdır. Hər bir şey. Yəni, bu xüsusi bir aydır. Bağışlanma ayı, rəhmət ayı. Təkcə yiyib içmək və yaxud da ac qalmaq üçün deyil bu ay. Əlbəttə ki, o da səhərdən axşama kimi, dan yeri söküləndən gün batana kimi yeməyi, içməyi, şəhvəti tərk eləməlisən. Amma bu o da deyil ki, yəni bunu tərk elədin, artıq sən yerinə yetirmiş kimi olursan. Və budur. İnsana ən pis təsir edən şey, onu rahat salan şey budur. Hələ bil ki, artıq öz boynuna düşəni yerinə yetirdi və Allah Subhanahu nədir? Bunu bağışladı. Və ona görə sən çalışmalısan ki, Allahın rəhmətini qazanasan. Və bilməlisən ki, Allah Taala'nın rəhməti olmasa, sən heç vaxt bu işləri görə bilməzsən. Birinci, Allahdan müvəffəqiyyət istəməlisən, səni müvəffəq eləməlidir. Yoxsa əks halda, Allah Taala sənə hidayət verməsə, Allah Taala sənə bərəkət verməsə, Allah Taala sənə xeyir verməsə və sən nə edəcəksən? Bunu eləyə bilməyəcəksən. Güc verməsə, qüvvət verməsə, müvəffəq eləməsə, çətin məsələdir. Və ona görə də birinci Allahdan kömək istəmək lazımdır. Və çalışmaq lazımdır ki, bu ayda Allahın rəhməti ilə qazana biləsən. Və həmçinin görürsən ki, əvvəldə qeyd etdiyim kimi, təravih namazları var və orada görürsən ki, tənbəllik eləmək, Peyğəmbər s.ə.v 3 dəfə qılıb, dəlil gətirib 3 dəfə qılır və yaxud da vacib deyil ki, və yaxud da ki, bəziləri var, ümumiyyətlə kür qeyd elədiyim kimi, qılmaq olar, yoxdur, bidətdir, məsciddə qılmaq olmaz, evdə qılasan, hər kəsən evində qılmalıdır. Yəni, hər cürə problemlər yaradırlar, özləri üçün də başqaları üçün. Halbuki, yəni bilirsiniz ki, açıq-aşkar Rasulullah s.a.v. deyir ki, kim məsciddə, kim imamla bir yerdə, imamla harada olur? İmamla məsciddə, imamla bir yerdə namazı qılarsa, gedərsə, gecə səhərə kimi ibadət etmiş olar. Yəni, bundan evdə qılmaq. Birinci, cəmaatla el məscid olmasa, haradasa yığılıb qılmaq olar və s. Musallədə qılmaq olar. Ona görə, nədir? Bu xüsumətləri, bu problemləri tərk eləmək lazımdır. Ramazan ayına hazırlıqlı girmək lazımdır. Bu budur. Yəni, sən onu çalışmalısan. Yəni, o xırda bir gün vaxtdır, az bir vaxtdır, 29 gün, 30 gün, bir də baxırsan ki, görürsən bir vaxt vardır, deyirik, hələ Ramazana bir 7-8 ay var. İndi baxırsan, görürsən ki, artıq günlər qalıb. Yaxın vaxtlarda inşallah başlayacaq, Allah qoysa. Və ona görə də qəlbi, məsələn, qəlbində insana kin olanda, kin-küdurət, həsəd olanda, nifrət olanda, ədavət olanda, yəni bunlardan tərk eləyə bilmir. Yəni bunları hazırlaşa bilmir yaxşı Ramazana. Mütləq qeybət eləyir, kimlənsə düşmənçilik aparır. Ramazan ayı girib, görürsən ki, bilirsiniz ki, qeybət orucun savabını aparır. Yəni orucu batıl eləyir, günahlar, xəbərçilik, fitnə, xüsusən də məsələn bidətlər, xurafatlar. Yəni insan bunlardan təmizlənməlidir. Yoxsa təmizlənməsə çətin də onun üçün. Onun oruclarına xələl gəlir, problem olur. Yəni Ramazan girməmişdən qabaq bunlara hazırlaşmaq lazımdır. Ramazan girməmişdən qabaq artıq bunlara hazırlaşmaq lazımdır. Özünü təmizləməlisən, qəlbini təmizləməlisən, yolu təmizləməlisən, doğru, düzgün, Allahın istədiyi kimi, Resulullah s.a.v. buyurduğu kimi, Allahın buyurduğu kimi olmalıdır. Yəni çox təəssüflər olsun ki, görürsən ki, bir dənə səhərdən axşama kimi yeməylə elə bil ki, artıq yerinə gətirdi. Bu ayı Allah Taala elə belə göndərməyib. Nətər ki, qeyd edib, sənin üçün bağışlanmaq üçün, özünü tərbiyələndirmək üçün, nəfsini tərbiyələndirmək üçün, qəlbini tərbiyələndirmək üçün, ətrafını tərbiyələndirmək üçün və xeyirli olması üçün, Allaha yaxınlaşmaq üçün, xeyir işlər görmək üçün, yəni bu enerji yığırsan bu xeyir işlər üçün bu ayda. Qabaqcadan hazırlaşırsan ki, yəni artıq o ayda sən ola bilər ki, sənin bir etdiyin əməl, sən əməllərini hamısından eləyər, puça çıxara bilər. Və Allah Subhanahu heç vaxt bizim namazımıza, orucumuza möhtac deyildir. Möhtac olan bizi və Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi sağ-salamat Ramazana çatdırsın və oruclarımızı tutmaqda, əməl etməkdə bizə yardımcı olsun.
Allah bizim için rahat eləsin, cənnət qapısını özümüzə açsın, xeyir versin. Allah Teala xalqımıza, qohum əqrəbəmizə, cəmaatımıza hidayət versin, doğru yola yönəltsin. Allah Teala bütün müsəlmanlara kömək olsun. Allah Teala xəstələrimizə şəfa versin. Allah Teala bizi xəstəliklərdən, bəlalardan qorusun. Allah Teala ölkə başımızı qorusun. Onu xeyir üzərində eləsin. Allah Teala ölkəmizi əmin-aman içərisində etsin. Allah əsgərlərimizi, hərbiçilərimizi qorusun. Allah Teala ölkəmizin əmin-amanlığını qoruyan bəlalarımızı qorusun. Allah Teala bizə həmişə xeyir qapıları açsın. Subhaneke Allahumma bihamdik, neşhədən la ilahe illa ente, nestağfiruka və natubu ileyk.